Salam aleyküm əziz dostlar, hər vaxtınız xeyir olsun. Deməli, bu full power hazırdır, bunu yığmışıq. Tam və motor üstünləri hazır vəziyyətdədir. Lap xodlanmasını da görsədim, özünüz də baxın. Polavarotdur. Deməli, belə. Start. Gördüyünüz kimi qəşəng, əla, polavarot. Deməli, bu motorun birinci silindri arxasından başlayır. Yəni, bunun düzdür, qabaq hissəsi burada durur, amma bunda tərsinədir. Birinci silindr arxadan başlayır, zajqanyası da arxasından qurulur. Bunun yanacaq nasosları, yanacaq nasosu yoxdur. Bunun yanacaq nasosları ayrı-ayrı burada durur. Reykası budur, söndürmək üçün. Gerdə qalanlarını raspredval paylayır yanacaqları. Bunun demək birinci silindrin Porsche yanmışdı. Gerdə qalanları da cırışlamışdı. Çıxartmışıq, dəyişdirmişik. Bir dənə silindri çat çıxdı, alınıb gələndən. Onu qaytardıq dala. İndi dəyişdirib gətirəcəkdilər. Teplameniki sökmüşəm. Burada probkası çürümüşdü, ona baxmışam. Onu dəyişdiririk. İndi probkanı gətirəcəkdilər. Qalabqası hazırdır. Gördüyünüz kimi valı asmışam buradan. Yumuşam, təmizləmişəm. Deməli, gerdə qalan detalları da buradadır. Teplamenik dəyişirilib, yuyulub, hazırdır. Porşinləri də doldurmuşuq yerinə. Deməli, indi gətirsinlər, silindri yerinə qoyandan sonra Allahın iznindən başlayırıq yığmağa. Allah xeyir uğur eləsin, amin. İnşallah yığım, hazırlayım, çəkib qoyacam. Sizdən də xahişim bəyənəsiniz, takib atasınız, rəylərdə öz fikirlərinizi yazasınız. Çox sağ olun, təşəkkürlər.